Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sizinlə PES Akademinin kurikulum təlimçisi Pəri Firuz qızı. Bu günlərim sizlərə çərçivə sənədinə yeni əlavə olunan SWOT analizi iş üsulu haqqında məlumat verəcəyəm. Üsulumuza izah verməmişdən öncə istəyirdim ki, kursumuz haqqında məlumat sizə verim. Dərslər haqqında MİQ, sertifikasiya dərslərinə qoşulmaq üçün 055 527 2599 nömrəsinə yazıb ətraflı məlumat ala bilərsiniz. Eyni zamanda da müəllimlər çərçivə sənədinə yeni əlavə olunan izahın ardını gəlməyini istəyirsinizsə, bu mövzunu da yeni mövzu olduğundan həmkarlarınızla bölüşə bilərsiniz. Kanala abunə olmağı da eyni zamanda unutmursunuz. Gəlin indi başlayaq SWOT analizinə. SWOT analizi nə deməkdir? Yəni SWOT analizi müəllimlər strateji bir analizdir və dörtlü diaqramdır. Bir təşkilatın, bir layihənin yaxud bir şəxsin gücü, zəif tərəflərini müəyyən etmək üçün qarşımıza hansı imkanlar çıxır, məni qarşıda hansı təhlükə gözləyir, bunları bilmək üçün hər bir insan özündə SWOT analizini müəyyənləşdirməli. Belə deyək də, SWOT analizinin nə olduğunu bilib bunu tətbiq etməliyik və vəziyyəti dörd tərəfdən qiymətləndirməyə köməyimizə çatacaqdır. Yəni burada artıq mənim gücü, zəif tərəfim, mənim qarşıma hansı imkan, fürsət çıxır və eyni zamanda mənim qarşımda hansı təhdidlər, belə deyək, təhlükə var. Və biz bunu SWOT analizi ilə rahat bir şəkildə aparmış olarıq. Eyni zamanda müəllimlər SWOT analizində hansı ki mənim qarşıma çıxan güclü, zəif tərəf dedim. Burada güclü, zəif tərəf deyəndə artıq burada söhbət daxili amildən gedir. Yəni daxili amillər və xarici faktorlar vardır. Xarici amillər də vardır müəllimlər. Daxili faktorlarda güclü, zəif tərəflərimiz, xarici faktorlarda isə mənim qarşıma çıxan imkan, mənim qarşıma hansı təhlükə çıxır. Yəni biz bunları SWOT analizində görmüş oluruq. SWOT analizi müəllimlər, yəni ingilis sözü olubdur, baş hərflərindən götürübdür. Yəni güclü tərəfim, zəif tərəfim, mənim qarşıma çıxan imkan, mənim qarşıma çıxan təhlükə. İngilis sözlərinin baş hərflərindən götürülübdür SWOT analizi. Daha sonra isə müəllimlər, gəlin buna bir nümunə üzərində də baxaq. SWOT analizini daha geniş şəkildə öyrənmiş olaq. Məsəl üçün dedik güclü tərəf, zəif tərəf. Nə deməkdir mənim güclü tərəfim? Məsələn, bir şagirdin, abituriyentin, gəlin SWOT analizinə baxaq. SWOT analizində bir şagirdin, abituriyentin, hətta MİQ-çilər, siz özünüz də ola bilərsiniz. Gəlin elə burada sizin SWOT analizinə baxaq. Yəni, indi hal-hazırda ekranda gördüyünüz bir abituriyent üçün hazırlamışam. Abituriyentin qarşısına hansı imkan çıxa bilər, hansı fürsət çıxa bilər, hansı təhlükə çıxa bilər və yaxud bir şagirdin, abituriyentin gücü, zəif tərəfləri nə ola bilər ki, buna gələn daha geniş şəkildə baxaq. Məsələn, güclü tərəf dedik müəllimlər. Güclü tərəf bir şagirdin, abituriyentin güclü tərəfi nə ola bilər ki? Oxumağa qarşı marağı var, motivasiyası dərslərinə qarşı yüksəkdir. Riyaziyyatdan, ədəbiyyatdan bu uşaq güclüdür, güclü bazası varsa, deməli ki, artıq bu uşağın güclü tərəflərinə daxildir. Məqsədi aydındır. Bu uşaq bilir ki, sabahsı gün həkim olacaq, müəllim olacaq, polis olacaq. Yəni bu uşağın gələcək üçün bir məqsədi vardır artıq. Ailə və yaxud müəllim tərəfindən bu uşağın dəstəyi mövcuddur. Bu olur insanın güclü tərəfləri. Daha sonra müəllimlər zəif tərəflərimizə baxaq. Bəs bir abituriyentin, bir şagirdin zəif tərəfi nə ola bilər ki? Zəif tərəfləri müəllimlər onlardan ibarətdir ki, diqqəti tez yayınır. Məsəl üçün şagird burada adi telefonu götürür, yanına qoyur, dərslə məşğul olur. Əlbəttə ki, istərsəniz bir mesaj gələn kimi şagird daxil olacaqsa, bugünkü gündə bu müdavimlərdə də var. MİQ imtahanına hazırlaşan, telefon yanınızda dərsə çalışırsınız. Bir mesaj gələn kimi mesaja baxdınız, daha sonra oradan daxil olursunuz Instagrama, daha sonra oradan çıxırsınız TikToka. Artıq vaxtınız burada itirmiş oldunuz. Yəni bir insanın diqqətinin tez yayılması onun zəif tərəfinin olmasından xəbər verir. İmtahan stresi var. Bəlkə də bu uşaq güclü uşaqdır, amma imtahanın adı gələn kimi sizin özünüzdə də ola bilər müdavimlər. MİQ imtahanına hazırlaşan, imtahanın adı gələn kimi bildiyinizi unudursunuz, həyəcandan, stres yaşayırsınız. Bəlkə də bu qədər əziyyəti heç eləyirsiniz, bir həyəcanın qurbanı olursunuz da belədir. Bu da təbii ki, insanın zəif tərəflərindən xəbər verir. Davamlı oxu vərdişi insanda tam formalaşmayıb və yaxud sınaq imtahanlarında mənim nəticəm dəyişkəndirsə, bu artıq mənim zəif tərəflərimin olmasından xəbər verir.
nümunələr gətirirəm ki, SWOT analizi çərçivə sənədinə yeni əlavə olunubdur. Daha yaxşı şəkildə öyrənmiş olasınız və eyni zamanda da müəllimlərə xatırlatmaq istərdim ki, dekabr ayının qruplarına da qeydiyyatımız davam edir. Bundan daha ətraflı məlumat almaq üçün 055 527 25 99 nömrəsinə yaza bilərsiniz. Kanala abunə olmağı, videonu həmkarlarınızla bölüşməyi unutmursunuz. İndi isə müəllimlər, gəlin SWOT analizində bizim qarşımıza hansı imkanlar çıxa bilər? Bu haqda geniş danışaq. Məsələn, bir abituriyent əgər universitetə hazırlaşırsa, bu hazırlıq kursuna, onlayn platformadan və əlavə resurslardan istifadə etmək kimi şansı vardır. Təcrübəli müəllimlərdən dəstək ala bilər, məsləhət ala bilər. Eyni zamanda da test və sınaq imtahan vasitəsilə özünü sınamaq imkanı var. Bugünkü gündə biz hər həftənin bazar günləri sizlər üçün bunu təşkil eləyirik. Yəni bu müdavimlərə, MİQ imtahanına hazırlaşan müdavimlərə bir dəstəkdir, bir qarşınıza çıxan bir imkandır ki, siz orada sınaqları işləyərək öz bazanızı yoxlaya bilərsiniz ki, bazamda mənim sentyabrdan bəri hazırlaşıram, məndə irəliləyiş var yoxsa yoxdur. Yəni artıq bu sizin üçün qarşınıza çıxan bir imkandır, bir fürsətdir də belə deyək. Bəs bizim qarşımıza çıxan təhlükə nə ola bilər müəllimlər? Təhlükə ondan ibarət ola bilər ki, bugünkü gün MİQ imtahanına hazırlaşan, eyni zamanda da ixtisası götürək ibtidai sinif müəllimləri. Baxın, aranızda nə qədər çox müəllim var və çox müəllimin olması çox rəqabət deməkdir. Yəni burada siz daha güclü olmalısınız, ən güclü siz olmalısınız. Rəqabət yüksəkdir və rəqabətin yüksək olması isə burada bizim təhlükədən xəbər verir. Yəni biri var 10 müəllimlə hazırlaşasan, 10 müəllim gedib imtahan verir, biri var 10 min müəllim gedir imtahan verir. Əlbəttə ki, MİQ imtahanında, ibtidai ixtisasında ən azı 11-12 min müəllim hər il imtahan verir. Yəni artıq burada rəqabətin yüksək olmasından xəbər verir. Sosial mediada dost çevrəsi tərəfindən diqqətin yayındırılması da mövcuddur. Yenə də bu bizim zəif tərəflərini, qarşımıza çıxan təhlükədən xəbər verir. Həyat tərzində balansızlıq var. Məsələn, mən gecə geç saatlarında yatıram, səhər yuxudan oyanmaqda çətinliyim var, doğru şəkildə qidalanmıram, yuxu rejiminə riayət eləmirəmsə, artıq bu zamanla da öz səhhətimi, insan olaraq bizi səhhətimizdə də özünü biruzə verəcəkdir. Ona görə də bu bizim qarşımıza çıxan təhlükələrdən biridir və istərdim ki, elə bunu da sizlərə çatdırım müəllimlər. MİQ imtahanına hazırlaşan müəllimlər, gecəsini gündüzə qatıb hazırlaşan müəllimlər var, amma unutmayın ki, sizin sağlamlığınız hər şeydən önəmlidir. Ən əsas bu insanın sağlamlığı lazımdır. Ona çox diqqətlə yanaşaq da belə deyim. SWOT analizi bəs şagirdlərdə hansı bacarığı formalaşdırır? Yəni burada artıq təhlükədən, imkanlardan, gücü zəif tərəfimizdən danışdıq. İndi gələk SWOT analizini biz bildik. Bəs bu şagirdlərdə hansı bacarığı formalaşdıraq? Bundan danışaq müəllimlər. SWOT analizi şagirdlərdə özünü dərk etməyə xidmət edir. Şagirdlərdə özgüvən yaradır. Daha sonra şagirdlərin özünün gücü, zəif tərəflərini üzə çıxartmağa, nəyə diqqətli olmağa. Məsəl üçün, mənim zəif tərəfim var, mən nəyə diqqət yetirməliyəm? Bunu mən necə bilərəm? Təbii ki, SWOT analizi nəticəsində mənim zəif tərəflərimi bildim, mənim güclü tərəflərimi bildim. Biraz öncə misal çəkdim ki, şagird riyaziyyatdan, ədəbiyyatdan güclü bazası var. Deməli, artıq bu oldu mənim güclü tərəfim. Mənim ingilis dilindən bazam zəifdir. Deməli ki, artıq bu mənim zəif tərəfimdir. Məqsədyönlülüyü artırır, vaxtın düzgün bölməyə kömək edir, problemi əvvəlcədən görmək imkanı yaradır, şagirdlərdə özünə inam, məsuliyyət hissini artırır, eyni zamanda müəllim, valideyn əməkdaşlığını gücləndirmiş olur. Qısaca olaraq, mən kiməm, nəyə nail olmaq istəyirəm? Bu tipdə suallara cavab tapmağa SWOT analizi bizə kömək olur. Gəlin bu haqda da bir situasiyaya baxaq müəllimlər. Daha yenə də aydın olsun, daha da mövzunu anlamış olasınız deyə daha geniş şəkildə bunu sizə izah verirəm. Məsələn, Elvin 11-ci sinif şagirdidir, ali məktəbə qəbul imtahanına hazırlaşır. O, informatika, ingilis dilindən güclüdür, lakin riyaziyyatda çətinlik çəkir. Elvin dərslərinə məsuliyyətlə yanaşır, amma bəzən imtahan stresi onu motivasiyadan salır. Son vaxtlar məktəbdə əlavə hazırlıq dərslərinə başlayıb. Valideynləri ona dəstək olur, yəni valideyn dəstəyini artıq biz burada görürük. Bununla yanaşı Elvin çox vaxt telefon və sosial media ilə məşğul olduğuna görə
dərsə az vaxt yayınır. Yəni uşağın artıq burada problemi var da. Sual indi 1-ə baxaq. Elvin informatika və ingilis dilinin güclü olması SWOT analizin hansı tərəfinə aiddir? Yəni uşaq burada informatikadan, ingilis dilindən güclüdürsə, adı üstündə bu şagirdin güclü tərəflərinə daxil edilir. Güclü tərəflərinə burada da işarə qoymuşam ki, yəni özünüz də PDF-i də kimlər istəsə müəllimlər yazarsınız, göndərə bilərəm. Özünüz də bəlkə də oxumaq istərsiniz. Güclü tərəfə daxildir. Daha sonra müəllimlər gəlin bunun sual 2-yə baxaq. Şagirdin, yəni Elvinin sosial media ilə daha çox vaxt keçirməsi hansı kateqoriyaya aiddir? Baxın müəllimlər, əgər bir şagird, bir müdavim bütün gün sosial şəbəkədə vaxt keçirirsə, günün çox hissəsini Instagramda, TikTok platformasında keçirirsə və yaxud bütün gün seriallara da ola bilər, baxa bilərsiniz təbii ki. Amma bu sizin işinizi geri salmış olacaqdır. Qarşınızda olan bir təhlükədir də. Bunu təbii biz o təhlükəni bilirik və aradan qaldırmağa çalışırıq ki, mən daha çox ona ayırdığım vaxtda kitabımı oxusam, dərsimi oxusam, imtahanda daha güclü nəticə, yaxşı nəticə əldə etmiş olaram və bu da uşağın qarşısına çıxan təhlükədən xəbər verir. Və SWOT analizi müəllimlər demək olar bu qədər. Güman edirəm SWOT analizini növbəti həftələrdə də yəni çərçivə sənədinə aid olan yeni mövzuları sizlərə izah verəcəm. Əgər bu izah sizə aydın oldusa, bunun rəy bölməsində fikirlərinizi yazmağı unutmursunuz. Növbəti həftələrdə də çərçivə sənədinə əlavə olunan mövzuların hər birinin izahını sizlərə təqdim etmiş olacağam. Fikirlərinizi yazmağı unutmursunuz, kanala abunə olursunuz. Eyni zamanda bu videonu həmkarlarınızla bölüşürsünüz. Sağ olun, salamat qalın.